Deyirlər mühəndislik zavodda, biologiya isə laboratoriyada olur. Amma biotexnologiya gələndə bu iki dünya bir-birinə qarışır. Hüceyrə də işləyir, cihaz da, alim də, mühəndis də. Bir tərəfdən qida təhlükəsizliyi, digər tərəfdən isə fermentlər, genlər, analizlər, mikroorqanizmlər. Yəni, həyatın özü artıq sadəcə müşahidə olunmur. Həm də texnologiyalarla idarə olunur. Bugünkü sualımız budur. Biotexnologiya canlı aləmi öyrənməkdir, yoxsa bununla gələcəyi qurmaq? Bumerang başladı. Suallar atılır, cavablar bir dəfə laboratoriyadan, qidadan və biraz da hüceyrələrin içərisindən qayıdır. Studiyamızda biologiya, biokimya və biotexnologiya sahəsi üzrə uzun illik elmi və pedaqoji təcrübəyə malik bir qonaq var. O, biologiya üzrə fəlsəfə doktoru, dosentdir. Hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Biotexnologiya və Qida Mühəndisliyi üzrə kafedra müdürü Nərgiz Sultanova. Xoş gəlmisiniz Nərgiz xanım. Təşəkkür edirəm. Maraqlı layihənizdə sizə uğurlar arzulayıram. Biotexnologiya deyəndə çoxlarının ağlına laboratoriya, ağ xalat və mikroskop gəlir. Amma əslində bu sahə nədir? Biologiyadır, mühəndislikdir, yoxsa ikisinin arasında ağıllı bir körpü? Mən deyərdim, biologiya və mühəndislik arasında ağıllı bir körpüdür. Çünki biotexnologiya ilk növbədə canlı aləmin imkanlarından istifadə edərək insan rifahı üçün çalışan bir elm sahəsidir. Yəni, deyə bilərik ki, bu elm sahəsi biologiya və mühəndisliyin kəsişdiyi bir yerdə, onların əl-ələ verdiyi nöqtədə başlayır və hüceyrələrdən, fermentlərdən, müxtəlif genetik tənzimləmə sistemlərindən istifadə edərək yeni texnologiyalar yaradır. Məsələn, bir bakteriya əgər biotexnoloji laboratoriyada artıq bir mikrob deyil, o müxtəlif fermentlər, müxtəlif bioloji aktiv maddələr, dərman sintez edə bilən bioloji fabrik ola bilər. Və burada biologiyanın incəliklərini və mühəndisliyin sistemli düşüncəsini bir araya gətirmək olduqca vacibdir. Belə deyə bilərik, biotexnologiya bizə təbiəti dəyişməyə sövq etmir. O, təbiəti düzgün anlamağa və təbiətin canlı aləmin imkanlarından səmərəli istifadə etməyi öyrədir. Və buna görə də deyə bilərik ki, biotexnologiya yalnız canlı bioloji obyektlərin, bioloji sistemlərin öyrənilməsi ilə kifayətlənmir, gələcəyin yeni texnologiyalarını yaradır. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində yeni açılan biotexnologiya ixtisası universitet üçün nə deməkdir? Bu sadəcə yeni bir ixtisasdır, yoxsa neft və sənaye profilli bir universitetin daha geniş elmi istiqamətlərə açılmasıdır? Azərbaycan Dövlət Neft Sənaye Universitetində yeni biotexnologiya ixtisasının açılması universitet üçün yeni və strateji bir mərhələdir. Və məlumdur ki, universitetimiz köklü mühəndis ənənəsinə malikdir. Yeni ixtisasın açılması bu mühəndis ənənəsini biologiya və həyat elmləri ilə birləşdirir. Əgər dünyanın aparıcı universitetlərinin fəaliyyətinə nəzər salsaq, görərik ki, onların fəaliyyətində multidisiplinar xarakter üstünlük təşkil edir və biz də bu tendensiyanın bir hissəsinə çevrilirik. Və müasir dövrdə tələbələr yalnız nəzəri biliklər əldə etməklə kifayətlənmir. Onlar həm də real istehsalat şəraitində problemi düzgün qiymətləndirmək və doğru həll yolunu tapmağı öyrənirlər. Və bu baxımdan yeni ixtisasın açılması həm universitetimiz, həm də ölkəmiz üçün yeni imkanlar yaradacaq. Biotexnologiya ixtisasını seçən tələbə əslində nəyə hazır olmalıdır? Çoxu biologiyaya, çoxu kimyaya, yoxsa hər şeyi biraz bil, sonra hamısını birləşdir sisteminə? Deyərdim ki, biotexnologiya ixtisasını seçən tələbə hər şeydən əvvəl oxumağı və yeni bilikləri qazanmağı sevən bir insan olmalıdır. Çünki biotexnologiya bir neçə elm sahəsinin vəhdətində formalaşır. Burada biologiya, kimya, biokimya, molekulyar biologiya kimi elm sahələri bir-birini tamamlayır. Eyni zamanda müəyyən bir texnologiyanı vermək, onu idarə etmək və qiymətləndirmək üçün müəyyən qədər mühəndis bacarığı və mühəndis sistemli düşüncəsi də tələb olunur. Və buna görə də burada hər şeyi biraz bilmək kifayət etmir. Bir neçə fənni dərindən bilməklə bir araya gətirmək daha önəmlidir. Yəni, analitik düşüncə, yaradıcı fəaliyyət və yaradıcı yanaşma, məsuliyyət və daim öyrənmə həvəsi varsa, biotexnologiya hər kəs üçün doğru seçim ola bilər.
Siz biokimya təhsili almısınız, Azərbaycan Milli Elmlər Akademiyasında tədqiqat aparmısınız, universitetdə dərs keçmisiniz. Bu elmi yol sizə nə göstərdi? Biologiyada ən maraqlı şey cavab tapmaqdır, yoxsa hər bir cavabın arxasından çıxan daha çətin sual? Elm ilə məşğul olmaq göstərir ki, bəzən ən böyük kəşf belə doğru cavabı tapmaq deyil. Həmin cavabdan doğru sualları verməkdir. Yəni ortaya çıxan doğru suallardır. Biokimya və molekulyar biologiya sahəsində uzun illər fəaliyyət göstərmək, laboratoriyada çoxsaylı təcrübələr həyata keçirmək, müxtəlif elmi tədqiqat işlərini aparmaq mənə canlı aləmin nə qədər mürəkkəb və eyni zamanda mükəmməl təşkil olduğunu bir daha göstərdi. Və bəzən bir eksperiment sevindirir, həvəsləndirir, bəzən isə bir nəticə almaq üçün uzun illər çalışmaq tələb olunur və bəzən uzun bir neçə ay ərzində bir nəticə almaq üçün çalışmaq uğursuzluqla nəticələnə bilir. Lakin onu düzgün qiymətləndirəndə bu doğru yola və doğru istiqamət tapmağa kömək edir. Yəni elm səbir, dəqiqlik, məsuliyyət və daim öyrənmə həvəsini tələb edir və bütün bunlar hesab edirəm ki, elmə qoyulan ən böyük sərmayədir. Yaxşı alim hər şeyi bilən deyil və hesab edirəm ki, eyni zamanda doğru sualları verməyi bacaran insandır. Biotexnologiya və qida mühəndisliyi bir kafedrada birləşəndə ortaya maraqlı bir sual çıxır. Biz qidanı sadəcə istehsal edirik, yoxsa onun keyfiyyətini və gələcəyini də mühəndis kimi dizayn edirik? Qida mühəndisliyi inkişaf etdikcə indi əsas məsələ qidanı istehsal etmək deyil. Qida istehsalında qida təhlükəsizliyini, keyfiyyətini, saxlanma şəraitini elmi əsaslarla idarə etməkdir. Və hazırda istehlakçı süfrəsinə gəlib çıxan qidanın arxasında çoxlu sayda laborator analizlər və çoxlu sayda keyfiyyətə nəzarət üzrə aparılmış işlər dayanır. Yəni biotexnologiya artıq qida sənayesində də mühüm rol oynayır. Faydalı mikroorqanizmlərdən istifadə etmək, düzgün fermentlərdən istifadə etmək, eyni zamanda müasir analitik metodlardan istifadə etmək bu sahədə mühüm rol oynayır. Və deyərdim ki, qida mühəndisliyi birbaşa insan sağlamlığına, insanın həyatının keyfiyyətinə təsir göstərən ən məsuliyyətli mühəndislik sahələrindən biridir. Mikroorqanizmlər insanlarda çox vaxt biraz qorxu yaradır. Amma biotexnologiyada bəzən onlar əsas işçi qüvvə olur. Bu canlılar bizim üçün necə faydalı işləyir? Bəli, mikroorqanizmlər bizim həyatımızın gözə görünməz ən çalışqan əməkdaşlarıdır. Belə ki, mikroorqanizmlər çox zaman insanlarda bir sıra xəstəliklərlə assosiasiya olunur. Lakin əslində onların böyük əksəriyyəti çox insan həyatı üçün çox faydalıdır. Və belə demək olar ki, onlar gözə görünməz təbiətin mühəndisləridir. Və burada əsas məsələ onları düzgün tanımaq və düzgün imkanlarını qiymətləndirmək və elmi əsaslarla idarə etməkdir. Biotexnologiyanın gündəlik həyatımıza təsiri harda görünür? Biz bunu marketdən aldığımız qidada, dərmanda, kənd təsərrüfatında, yoxsa fərqinə varmadan hər yerdə görürük? Bugün bəli, biz biotexnologiyanı həyatımızın bütün sahələrində demək olar ki, görürük. Bizim istər qida sənayesində, istər kənd təsərrüfatı, ekologiya, tibb, əczaçılıq sahəsində biotexnologiya öz mühüm rol oynayır. Və məsələn, kənd təsərrüfatında məhsuldar və xəstəliklərə davamlı bitkilərin yaradılması, suların bioloji təmizlənməsi, torpağın bioloji təmizlənməsi və yaxud istifadə etdiyimiz antibiotiklər, bütün bunlar biotexnologiyanın nailiyyətləridir. Və bugün sürətlə dəyişən və qloballaşan dünyada artıq biotexnologiya və bioiqtisadiyyat hərəkətverici qüvvəyə çevrilir və biotexnologiyanın rolu bütün sahələrdə, xüsusən də qlobal və strateji qida təhlükəsizliyi,
ətraf mühitin qorunması və davamlı istehsal kimi sahələrdə əsas rol oynayır. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tələbəsi üçün biotexnologiya sahəsində laboratoriya təcrübəsi nə qədər vacibdir? Çünki nəzəriyyədə hüceyrə çox sakit görünür, lakin laboratoriyada yəqin ki öz xarakterini göstərir. Biotexnologiyanı laboratoriyasız təsəvvür etmək mümkün deyil. Müasir əmək bazarının tələblərinə uyğun yetişən mütəxəssis yalnız nəzəri biliklərə deyil, eyni zamanda real istehsalat şəraitində problemləri düzgün qiymətləndirməyi və real proseslərə düzgün qiymət verməklə yanaşı problemləri həll etməyə bacarmalıdır. Və bütün bu nəzəri biliklərin reallaşdığı, praktik vərdişlərin formalaşdığı yer, məkan məhz laboratoriyadır. Ona görə müasir laboratoriyalarda əgər və bugün həm də yalnız cihazı yaxından bilmək, onu iş prinsiplərinə bələd olmaq, onu işlətmək yenə də kifayət etmir. Yəni burada alınan nəticələri düzgün şərh etmək və onları təhlil etmək, qiymətləndirmək önəmlidir. Bu baxımdan müasir laboratoriyaların olması zəruridir. Bəli, qeyd etdiyiniz kimi hüceyrə əgər kağızda üzərində çəksək sakit görünə bilər. Lakin laboratoriyada o artıq bizdən böyük məsuliyyət və eyni zamanda dəqiqlik tələb edir. Gələcəkdə biotexnologiya mütəxəssisinə ən çox harda ehtiyac duyulacaq? Qida sənayesində, ekologiyada, tibbdə, yoxsa hələ adını tam bilmədiyimiz yeni sahələrdə? Mən deyərdim ki, onların hər birində, yəni hamısında biotexnologiya ehtiyac vardır. Çünki qeyd etdiyim kimi biotexnologiya artıq həyatımızın bir sıra sahələrini əhatə edir və sənayenin bir sıra sahələrinə neft sənayesindən tutmuş ekologiya, kənd təsərrüfatı, qida sənayesi, tibb, əczaçılıq sahələrinə inteqrasiya etmişdir. Gələcəkdə isə süni intellekt ilə birlikdə sintetik biologiya, bioistehsal kimi mühüm sahələrə, fərdiləşdirilmiş tibb kimi sahələrdə öz tətbiqini tapır və biotexnologiya olan tələbat ildən ilə artır. Və əgər mühəndis, bugün gələcəyin mühəndisi yalnız metal və avadanlıqla işləməyi deyil, eyni zamanda bioloji sistemlərlə də işləməyi bacarmalıdır. Bu baxımdan hesab edirəm ki, biotexnologiya olan tələbat ildən ilə artmaqdadır. Biotexnologiyanı seçən bugünkü tələbələr eyni zamanda gələcəyin peşələrini yaradanlar da özləri ola bilərlər. Son olaraq yeni açılan biotexnologiya sahəsində təhsil almaq istəyən abituriyent və tələbələrə nə deyərdiniz? Bu sahəyə maraq sevgi ilə başlayır, yoxsa mikroskopla ilk baxışdan? Qeyd etdiyim kimi, Azərbaycan Dövlət Neft Sənaye Universitetində biotexnologiya ixtisasının açılması çox mühüm bir mərhələdir və bu illəri biotexnologiyanın həm bakalavriat, həm də magistratura səviyyəsi üçün hər birinə 30 plan yeri ayrılmışdır və tədris hər iki səviyyədə ingilis dilində olacaqdır və magistratura pilləsi üçün bizdə ən müasir iki ixtisaslaşma, biomühəndislik və mikrobioloji biotexnologiya hər birinə 15 yer olaraq ayrılmışdı və biz biotexnologiyanı seçən tələbələri böyük məmnuniyyətlə və həvəslə gözləyirik. Nəyi, necə sualını verməyi sevən hər kəs üçün biotexnologiya doğru seçim ola bilər. Bugün mikroskopa baxan bir tələbə gələcəyin insanların həyatını yaxşılaşdıran ən böyük elmi yeniliyə imza atan bir alim ola bilər. Nərgiz xanım, təşəkkür edirik. Görünür biotexnologiya sadəcə canlı aləmi öyrənmək deyil, canlı aləmi insan həyatı, qida təhlükəsizliyi və sənaye üçün düzgün yönəltməkdir. Mən sizə dəvətiniz üçün bir daha təşəkkür edirəm və bəli, qeyd etdiyiniz kimi biotexnologiya elmin, texnologiyaların və insan ehtiyaclarının kəsişməsində yaranan ən müasir elm sahəsidir. Bugün gördük ki, biotexnologiya gələcəyin ən maraqlı sahələrindən biridir. Çünki burada biologiya dərslikdə qalmır. Həm qida sənayesinə, həm sağlamlığa, həm ekologiyaya, həm də texnologiyaya çevrilir. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində yeni açılan biotexnologiya ixtisası bu cəhətdən çox mühüm addımdır. Universitetin mühəndislik və sənaye yönümlü təcrübəsi canlı sistemlərin elmi ilə birləşdikdə ortaya yeni imkanlar çıxır. Bumerang kimi sualları atdıq, cavablar bir dəfə laboratoriyadan qayıtdı.
Özü elə cavab ki, içində həm qida, həm hüceyrə, həm də gələcəyin peşələri var. Görüşənə dək. Həm də texnologiyalar var. Dilim qarışdı. Yəni yox. Bura qədər təzədən, hə. Üzrə uzun illik təcrübəyə, elmi və pedaqoji təcrübəyə. Sualı təzədən deyin, bir dənə zəhmət olmasa. Bildiklərim yadımdan çıxdı. O qədər təkrarladım ki. Bir dəqiqə, biraz 2 dəqiqə fasilə verək. Bütün sözlərimi qarışdırıram, onu danışa bilmirəm. Orasını düzəldə biləcəksiniz, yoxsa təzədən deyim?